qayda pozunu edenlərə çəkir. Hə, da qayda pozunu olmaz. Baba, indi gələcək. Gəlin bəlkə gəlin. Buyurun, maarifləndirmədir bundan da. Burada yaşlı yanında, buradan maşında belə keçməlidir. Maşında hərəkət edən istiqamətdə siz buranı keçə bilməzsiniz. Düzdürmü? Siz buradan keçərsinizsə eyni vaxtda yol hərəkət qaydasını pozmuş olursunuz. Piyadalar yol hərəkət qaydasını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə uyğun olaraq 20 manat miqdarına cərimə olunurlar. 20 manat tövsiyə edirik ki, heç vaxt 20 manatın cibinizdə qayda pozuntusu etməyin ki, 20 manatın cibinizdə qalsın, həm də bu sizin canınıza təhlükədir. Təhlükəlidir ki, maşını vura bilərsiniz. Ona görə də bax, bu kreditlərdə sizə paylayırıq, oxuyarsınız, maariflənərsiniz, öz hüquqlarınızı öyrənərsiniz. Burada piyadaların vəzifələri var, sürücülərin vəzifələri. Ola bilər ki, sabah maşını alacaqsınız, maşın sürəcəksiniz. Sürücülərin də vəzifələri var, piyadaların da vəzifələri var. Cərimələrin hamısı var, piyadalar nə qədər cərimə olunurlar, nə vaxt cərimə olunurlar, hamısı var. Sağ ol. Gedə bilərsiniz. Sağ ol. Radara düş. Dayan. Sən düzgün vaxt keçsin, sən cərimə olunmursan, sadəcə olaraq maariflənmək üçün onu deyək ki, piyadalar yol hərəkət qaydalarını pozarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin 20 manatdan daxil 20 manat cərimə. Sən qayda pozuntusu etmədin, sadəcə olaraq maariflənmək üçün verir ki, oxuyub öyrənərsiniz. Siz amma belə yol hərəkət qaydalarını pozursunuz. Düzgün də öz, bax belə peşəxod olmayan yerdən keçməyin. Öz sağlamlığımız üçün. Buyurun. Varsa orada niyə tiplə dolan bilmən döndür? Qardaş, söhbət sürücüdən getmir. Yox, piyadalara qarşı deyil, piyadalar deyil. Biz piyadalara qarşı, bir dəqiqə, siz onu bilirsiniz ki, piyadalar yolun təyin olunmayan hissəsindən keçdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə uyğun olaraq 20 manat miqdarında cərimə olunurlar. Hal-hazırda siz indi polislər güzəşt deyilir, siz cərimə eləmir. Sadəcə olaraq bu layihədir, layihə keçidirik. Layihənin adı sürət həyatda tərəqqi yolda təhlükə deməkdir layihəsidir. Layihəmiz Gənclər Fondu, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondu maliyyə dəstəyi ilə keçirilir və bu buklet də Gənclər Fondu maliyyə dəstəyi ilə hazırlanmışdır. Sürücülərin və piyadaların maarifləndirilməsi üçün bir sözlə öz sağlamlığınızı qoruyun. Oxuyun və qaydalara əməl edin. Piyadalar yol hərəkət qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq 20 manat məbləğində cərimə olunurlar. İndi bizim inspektorlar buradadır, inspektorlar sizə güzəşt deyir, sizi cərimə etmir. Sadəcə olaraq bu bizim bir layihəmizdir. Sürət həyatda tərəqqi, yolda təhlükə deməkdir layihəsidir. Layihə Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilir. Bu həmin bukletlə Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmışdır. Piyadaların və sürücülərin maarifləndirilməsi üçün hazırlanmışdır. Xahiş edirəm, oxuyun, qaydaları və vəzifələrinizi öyrənin, qaydalara əməl edin. Yol hərəkət qaydalarına riayət edin. Öz sağlamlığınız üçün yol keçəndə diqqətli olun. Allah razı olsun. Yol hamısı sizlərdən ötürü edilir. Cəmaatda da. Bəli, Allah razı olsun. Tam təhlükəsizliyini. Piyadaların bulunmasından bağlı piyadalarla baxsın, tələbə piyadalar. O piyadalar dedik ki, hamıca bu yolu keçəndə Allah razı olsun. Yaşıl ışıqda keçməyin, qırmızı ışıqda qanun nə tələb edir orada Sağ ol, Allah razı olsun. Sağ ol. Sağlarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə görə 20 manat cərimədir. Bunu xəbərdarlıq edin. Bir dəfə də keçsən cərimə deyil. Yarında qalsın, getan gedir. Olmaz, yaxşı mı? Buradan bir də belə keçmək. Bax, ver bax. Bax, hala bax. Bir də belə bir şey eləsən, bax, 20 manat cərimə. Bax, orayla gelsən. Bax, o peşəxod var. Gəl, bax, orayla gel. Gözdə maşından keçəndən sonra sən gel. Oradan keçmək yol hərəkət qaydasını pozmuşdur. Bu kamera çəksin danış. Elə formada danış. Belki 20 manat cərimədir. Yol sürət həyata tərəqqi haqqında rəy keçirilir. Bunu götürüb, bunu oxuyub, bir də buradan keçmək olmaz. Buradan keçmək 20 manat cərimədir. Allah uzaq eləsin. Bir dəqiqə getməyin də, biz cərimə eləyəsi deyil. Qanuna qalsa, bax, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq siz 20 manat məbləğində cərimə oluna bilərsiniz. Biz sizi cərimə eləmirik. Buyurun, burada sizin piyadaların vəzifələri var, piyadalar üçün cərimələr var, sürücülərin vəzifələri cərimələri var. Oxuyun, maariflənin, xahiş edirəm, bir də qayda pozuntusu etməyin.
Buyur anne. Sağ ol, ömrün uzun olsun. Sen ki bizi çektin, Allah sen. Şimdi şahsen özüm yaklaşayım. Yani kötü kemerden istifade etmediğinize göre sorulur. Öyle maalesef. Bu bizim sürücü için bir vəzifəmizdir. Bu həm birinci bizim özümüzə ziyandır ki, təhlükəli deyil, qaydaları pozulur eyni zamanda. Həm də ki, qayda polisi etdiyinizə görə qayda tərəfindən sizə cərimə yazılır, maddi tərəfindən yazılır. Biz də bu qayda pozuntularının qarşılanmaq üçün layihə keçiririk. Sürət həyatda tərəqqi yolda hərəkət etmək layihəsidir. Layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə maliyyələşmiş bir layihədir. Layihənin məqsədi də son vaxtlar ən aktual məsələlərdən olan yol qəzalarının sayının azalmasına nail olmaqdır. Və bu məqsədlə də müalicənin müdür budjetdə fəaliyyət edir. Riayət edirsiniz, kəmərləri bağlamaqdır. Birinci öz sağlamlığınızdır, ikincisi də ki, digər bir sərnişinlərin sağlamlığıdır. Sizdən alalım 3 nəfər oturur. Ona görə. Buyurun, oxuyarsınız, maarifləndirmə. Əsəklə, təhlükəsiz kəmərdən nə istifadə edə bilirsiniz? Asır müəllim. Zəhmət olmasa yaxınlaş protokolundan tanışın. Layihə ilə bağlıdır. Kəndimizdə yol qəzalarının sayının azalmasına nail olmaqdır. Bacardığımız eyni. Bu da təşəkkür edir ki, bir özünüz üçün də təhlükəsiz kəmərin barəsində, həm də ikincisi də qaydalara əməl edirsiniz. Sağ olun. Uğurla. Sən gözəl yoldaşsan. Layihəmiz sürət həyatda tərəqqi yolda təhlükə deməkdir layihəsidir. Layihə maliyyə dəstəyi ilə keçirilir. Məqsədimiz son vaxtlar ən aktual məsələlərdən olan, gündən-günə sayında artım müşahidə olunan yol qəzalarının sayının azalmasına nail olmaqdır. Bu bufet də Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmışdır. Maarifləndirici bufetdir. İçində qayda, qanunlar, necə? Cərimələr, piyadalar üçün cərimələr, sürücülər üçün Yəni arz cərimələr. edilir ki, həmşə rolunu da alında sağ-salamat olasan, apardığın sərnişinləri sağ-salamat ailəsinə çatdırırsan. Bir də sizə bir şey deyim. Bax, bizim orada polisin yanında svetofor var. O svetoforda sağa dönmə, qırmızı yananda sağa dönməyə icazə var da. O taksilərlə sizə görəndə deyin ki, abədin, orada saxlama. Qoy oradan gələn ora dönən onlar sizə təmin edir. Deyən qardaş, bu konkret yavını yol hərəkət qaydasını pozmaq deməkdir. Yaxşı mı? Oldu. Yaxşı yol, sağ-salamat ehtiyat sürəmişəm maşını. Avariyalar az olsun deyə, belə demə, təhlükəsiz. Biz də şad oluruq ki, siz təhlükəsiz kəmərsindən istifadə edirsiniz. Ona görə də ki, bunu götürürsünüz. Maarifləndirmədir. Onu oxuyursunuz tam diqqətlə, dərindən. Ondan sonra laf yaxşı yolunuzda uğurlar. Sağ olun. Selamünaleyküm. Selamünaleyküm. Ünlülər sürücüsü deyəsiniz, şəhərdən istifadə etsin, qaydalara əməl etsin. Bizim də bir layihədir keçiririk. Sürət həyatda tərəqqi yolu təhlükə deməkdir layihəsidir. Layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilir.
məqsədimiz son vaxtı ən aktual məsələlərdən olan yol qəzalarının azalmasına nail olmaqdır. Bu buklet də deməli Gənclər Fondunun maliyyə dəstəyinə hazırlanmışdır. Burada bütün deməli sürücülər üçün cərimələr var, piyadalar üçün cərimələr var və sürücülərin vəzifələri, piyadaların vəzifələri var və eyni zamanda layihəmiz haqqında məlumat vardır və gördüyünüz sürücülərin maarifləndirilməsi üçün fəaliyyət. Sağ olun. Sizə sağlam can arzulayın. Sağ olun. Gel bura. Kanka gel bura. Bizi de gezermez olmasın gel bura. Orada durmuşsunuz yani, keçəbilirsiniz. Bax, bunu oxuyun, qaydalara əməl edin, yaxşımı? Siz gözləməlisiniz, burada yaşıl çıxanda indi keçə bilərsiniz. Buna şey edin. Vəzifələrinizi öyrənin. Çok sağ olun. Bu hardan verəcəklər? Keçin. Oxuyum canım. Gözləməlisiniz ki, peşoxonda dayansınlar, zilyonda keçərsiniz. O maarifləndirmədə oxuyursunuz. Əgər qeyri-qanuni keçirsə də 20 manat. Haydi onu biz bilirik. Cərimələnir. Təhlükəsizlik kəmərindən istifadə eləmişsiniz. Cəriməsini də yəqin bilirsiniz. Biz də bir kampaniya keçirik, layihə həyata keçirik. Layihəmiz Sürət Həyatda Tərəqqi Yolda Təhlükə deməkdir layihəsidir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyindən keçirilir. Bu sürücülər və piyadaları maarifləndirmək üçündür. Və bizim layihəmizin sözcəsi olaraq görürsünüz təhlükəsizlik kəmərinin bağla özünü qorur sözdə bulunmuşdur. Hətta siz onu da əvvəl etmədən təhlükəsizlik kəmərini bağlamışsınız yenə də. Hər halda yenə də götürün. Qaylar sizinlə bu dəfə hörmət edirlər, cərimə yazmırlar. Oxuyarsınız maariflənərsiniz. Təngəl var. Kəməri bax. Tebura qayır olur. Qaydalara əməl edirsiniz. Siz təbrik edirəm, siz qayda pozuntusu etmirsiniz. Sadəcə olaraq layihə keçirilir. Layihəmizin adı Sürət Həyatda Tərəqqi Yolda Təhlükə deməkdir layihəsidir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyindən keçirilir. Məqsədimiz budur ki, sürücülər və piyadaları maarifləndirək, yol qəzalarının sayının azalmasına nail olaq. Çox sağ olun ki, Reməndən istifadə edirsiniz. Öz təhlükəsiniz. Sağ olun. Layihə keçiririk. Layihəmizin adı Sürət Həyatda Tərəqqi Yolda Təhlükə deməkdir layihəsidir. Layihəmiz Azərbaycan Respublikası Prezidenti yanında layihəsidir. Azərbaycan Respublikası məqsədimiz budur ki, sürücülər və piyadaları maarifləndirək, yol qəzalarının sayının azalmasına. Olun ki, Reməndən istifadə edirsiniz. Sağ olun. Layihə keçiririk. Layihəmizin adı Sürət Həyatda Azərbaycan Respublikası Prezidenti yanında layihəsidir. Azərbaycan Respublikası yol qəzalarının sayının azalmasına. Olun ki, Reməndən istifadə edirsiniz. Sağ olun. Layihə keçiririk. Layihəmizin adı Sürət Həyatda Azərbaycan Respublikası Prezidenti yanında Olun ki, Reməndən istifadə edirsiniz. Biz çox sevinirik ki, bizim sürücülərimiz həmişə yol hərəkət qaydalarına riayət eləyir. Kəmər bax belə, afərin ki, belə istifadə edirsiniz kəmərdən öz sağlamlığınız üçün. Biz bunu oyun üzrə, yəni maarifləndirmədik, bunu oxuyursunuz, yol hərəkət qaydaları, bütün hamısı burada yazılır. Bunlardan riayət eləməyinizi xahiş edirik sizdən. Sağ olun, uğurlar. Aleyküm salam. Yol hərəkət qaydalarına riayət edin, kəmərlərinizi həmişə bağlı saxlayın. Öz sağlamlığınız üçün, öz belə mənafeyi qorumaq üçün. Bu da maarifləndirmədir, bizim maarifləndirmemiz gənclik. Bunu oxuyursunuz, oradakı bütün şeylərə riayət edirsiniz, qanun qaydalara. Sağ olun, uğurunuzda xeyir. Sizi saxlamaqdan məqsədimiz odur ki, kəmərdən istifadə edəsiniz, öz təhlükəsizliyinizi qoruyub saxlayasınız, birincisi. İkincisi də ki, o birisi maşınların, digər maşınların zərər görməməsi üçün, həm də yenə deyirəm, öz sağlamlığınız üçün bunu Bunu siz kim keçirdiniz bunu? Bunu gənc
Bu yəni bizim layihəmizdir. Layihənin adı sürət həyatda tərəqqi yolu təhlükə deməkdir. Layihə Azərbaycan tədbirinin Bilirəm, mən özüm Kəndistan İctimai İdarəsinin rəis səviyyəsində budur. Bütün layihələrdə yaxından iştirak edirik, çox gözəl. Hansı qeyri-hökumət təşkilatdır bu? Qeyri-hökumət təşkilatıdır, fərdi şəxs Elxan Fərdi olaraq keçirirsiniz, Elxan Qurmanoğlu. Fərdi layihə kimi Bəli, olmusunuz, təbrik edirəm sizə, çox sağ olun. Yaxşı bir layihədir, faydalı bir layihədir. özüm də Şəmkirli mərkəzinin elmçisiyəm. Burada Şəmkirdə mi? Burada Fəxri müəllim yanında. bəli. Hə, baxın. Oldu, çox sağ olun. Çox sağ olun. Təşəkkür, sağ olun. Uğurlar. Biz layihə keçiririk, fərdi layihədir. Layihənin adı sürət həyatda tərəqqi yolu təhlükə deməkdir. Layihə Azərbaycan Respublikası Prezidenti Yanında maliyyə dəstəyinə keçirilir. Məqsədimiz son vaxtların aktual məsələlərdən olan və gündən-günə sayında artım müşahidə olunan yol qəzalarının sayının azalmasına nail olmaqdır və bu məqsədlə sürücüləri və piyadaları maarifləndirmə iş aparırıq. Burada sürücülərin, piyadaların vəzifələri var, eyni zamanda onlar üçün cərimələr nəzərdə tutulması var. Yaxşı olur. Çox sağ olun. Sənədlər ehtiyacı yoxdur. Zamanında bağlısınız, qayda pozumuzu etməyirsiniz, bağışlayır sizi yolunuzdan eləyirik. Biz layihə keçiririk. Layihənin adı sürət həyatda tərəqqi yolu təhlükə deməkdir layihəsidir. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyinə keçirilir. Məqsədimiz yol qəzalarının sayının azalmasına nail olmaqdır. Sürücülərə piyadaların maarifləndirmə işi